video bəlkə 10 milyon üstündə ola bilərdi. Uşaqlar Məmməd də it kimi idi. Vurup 10 ən güclü videoya baxacağıq. iyulun 1-i gedirəm uşaqlar. Məhəmməd iyulun 1-dən artıq olacaq. Vətən borcunu yerinə yetirəcək. Hər Hər kəsə kəsə salam. Mən Əli Yağıyev. Mən Məhəmməd Zamanov. Bizim artıq YouTube səhifəmiz 10K abunəyə çatıb və Daha doğrusu 10K-yə yox, 10K-yə çatmağına son 300 abunə qaldı. son 300 abunə. Videomuz nə haqqdadır? 6 ay ərzində çəkdiyimiz kontentlərə başdan baxırıq və kim yaxşı oyun oynayıb, kim zəif oyun oynayıb, kim səhv oyun oynayıb, Balları sayacağıq. Bəli, Kim bəli. daha çox ballı olsa qalib gəlir. Taşı. Və bu arada Interlingual School-a təşəkkürümüzü bildiririk. Çünki bu videonun sponsoru Interlingual School-dur. Eyni zamanda bizə görə də tələbələrə 15% endirim kampaniyası yaradıblar. Hə, bizim Humor Group kuponundan istifadə eləyin, 15% endirimlə yararlanın. Bəli, bəli. Bunun üçün siz orada imtahan verirsiniz və imtahanda sizin səviyyəniz bilinir və o səviyyədən sonra siz hansı qrupa əlavə olunursunuz, o ətraflı siz Interlingual School-a yaxınlaşanda biləcəksiniz. 10 ən güclü videoya baxacağıq və orada gələn baxış sayı, bir də göstərdiyimiz performansa uyğun kim daha yaxşı oynayır. Yaxşı, amma düzünü danışırıq da, yaxşı. Qərəzlik olmaz. Yox. Ən çox baxış gələn videoya baxaq. Keçən videomuza Qaqa, kaşlotun yerə düş. Dur. Çox sağ ol. Pullarımın hamısı yerindədir. Kartlarımı yerindədir. Heç nəyimə dəyməyib. Bəlkə buna 5 manat verin. Yox, ayıbdır. Bəlkə 10 manat verin. Yox, 20 verin bəlkə. Yox, adama suyar verin. Bəlkə 50 ilə başını baxaq. Yox, bəlkə evin açarını verin. Nə evin açarı? bu kontenti çəkmişik 6 ay bundan əvvəl. Hə. Tarixi nə yazılıb orada? Hə, nəsə 6 ay əvvəl. Sonra. Kontentin izlənmə sayısı 1,7 milyondur və bir dənə onu demək istəyirəm ki, işıq sistemi yox idi. Bizdə işığımız yox idi. İşıq avadanlığı. Bəli, yox idi o. Əgər işığımız olsaydı bu video bəlkə 10 milyon üstündə ola bilərdi. Hə, indi videoda kim daha yaxşı oynayır? Video İkimiz də ortaqlıqda demək olar ki, səs onundur, səs o oynayıb, səs Sima mən mənimdir, emosiya bunundur. Heç kəsə vermirik xalı. Yaxşı, gəl buna baxaq. Aytən tema. Aytan var, yadındadır. Hansı Aytən? Mənlə bir blokda qalan. Qonşuğu, al qızla kimli münasibətdir? Əməlli başlı o. Hə, bir dəqiqə ya. Bir iki ay mənim onunla nişanımdır. Olub burada. Aytən var idi. Hansı Aytən? Bunun qonşusu. Ha, o bir sən də gözəl qız. 2 il münasibətin mənə görə saxlayır. Ha, nə danışırsan, nəsə? Nişanlarda nə var? Aytən yadındadır. Hansı? Qonşusu Aytən. Hə, indi yanına gəlirəm, nə olub ki? Sus! Hadi siz nə danışırsınız? Mən bir iki ay o qızla nişanımdır. Sağ Aytən deyirsiniz. Atası Allah, ürəyim düşmür. Nə olub ki? Mən dediyim qızın atası həkimdir. Aytən. Bu videoda Məhəmməd qazanır. Tutqanı təqdim edən Fatih oldu. Bu mənim şəxsi fikrimdir. Amma ssenaridə ideya Əliyə görə. Ayaqlar yoxdan gəlsin. Dostum boyu balacadır. Ayaqlar yoxdan gəlsin. Dostum kordur. Ev yox, çağır gəlsin. Bu vaxtlar yanında dostum keçərdi. qalanda soyuqda çöldə bu. Dinlə gəlsin. Dostum oğlandır. Dinlə gəlsin, oturub içərik. Gəlin. Gəlin, buradayıq. Bu video çəkiləndə mənim yadımda nə var? Mən Məhəmmədə demişdim ki, it kimi mələməlisən. Məhəmməd də orada özünü it kimi aparır. Belə eləyir, əlimlə oynayır. Yəni çox yaxşı video. Ya amma obrazdayım. Ayrı vaxtı it obrazında olmuram. Ya it kimi, yəni ki, hər bir əlbəttə. insan heyvana özünü bənzətməlidir də. Bu Bəli, da bəli. aktyorluğun Bir xırda bir hissəsidir. Aysa. Mən də Məhəmmədə bir dənə necə deyirlər, introduction verdim. Dedim ki, Məhəmməd, videoda mənə it kimi lazımsan. Uşaqlar Məhəmməd də vurur it kimi idi. Vurup sən. Burada kim apar? Üstünə düşən eləyib deyə ələ apardı. 1-1. Yəni izləyicilər də deyə bilər. Əlbəttə. Hələ ki 1-1 də abrat. Uşaq vaxtı bizi sevirsiniz. Nə olub çox? Evlənir də abla. Evlənir? Ha, evlənsin də. Məndən yaraşıqlı tapa bilməz ki. Səndən yaraşıqlıdır. Olsun, yaraşıqlı tapır. Məndən bacarıqlı tapa bilməz. Mənim çox bəyəndiyim videolardandır. Orada mənim üstümə düşən bir şey var idi. Mən istəyirdim bacardığım qədər çox komment gəlsin videoya. Mən də düşündüm ki, bütün günü elə zamokla oynayacağam. İşte hava da soyuqdur.
Ya bağlasaydım mənə rahat olaydı. Bağlamadım axıracan. Axırda bezirəm heç bağlamıram. Elə ona görə neçə dənə komment elə o sözə İnşallah. aid. Bu qədər ağladı da deyə bilmərəm də mən oturam. Bunu da belə eləyəcəksən. 2-1 Buradan da salamlar olsun kimə? Müslimə Bəli, bəli. bir dönər. Bana ne yersen? Mənim niyə biraz pulum yoxdur? Problem de Həmişə kim İki pulum tane yoxdur. döner. A few moments later. Aa, ne bu paylaşsan? Ben ıslak koyuram da özüme. Bırak, silah ayıp da Allah hakkı. Bu sil. Sildim yaş sildim. Öyle bir döner dedik ki ikimiz de acmıştı. Saxla burada. Allah. Uşaqlar, deməli 3-cü kadrda fikir versəz, mənim əlimdə siqaret yoxdur. Babam belə siqaret çəkdiyimi bilib, mən ona görə sıxıb hətta, amma göstərmişəm ki, valla əlimdə siqaret yoxdur. Məhəmməd siqaret çəkmir də, düzdür? Bəli, bəli. Siqaretdən uzaq olun gənclər. Çox bəyəndiyim Hə, video. o Çox bəyəndim. möhtəşəmdir. Ssenarisi ideal, game'imiz ideal, Bəli, yəni ki, obrazlayıq. Həm obrazlayıq, arxa mənzərə idealdır, işıqlanma Əlbəttə. idealdır. Ona görə belə video olanda adam özü də Bir də onu həvəslənir. qeyd edeyim ki, uşaqlar, biz reklam kontentlərdə çəkirik. Fərqi yoxdur. Hər bir peşəyə, hər bir sahəyə, hər bir işə, hər bir restorana, hər bir yerə uyğun, məkana uyğun ssenari yazırıq. Ssenari yazırıq. Ssenari yazırıq. Və ona uyğun reklam çarxını çəkib hazırlayırıq. Uşaqlar, reklam falan çəkirsiniz. Bəli, biz Amma o reklamı özümüzə uyğun seçirik. Hər Bəli. cür reklama getmirik. bəli, bəli. Müəyyən bir qiymət var və yaxşı brendlərdən təklif gələndə Bəli, bəli. bunları qəbul edirik. Sonra 3 saata çəkmişdik. Amma biz onu İkinci dəfə neçə? İkinci dəfə 20 dəqiqə. Qorxu 20 həqiqətən dəqiqə, qorxu. amma dublajı üçün əlavə 30 dəqiqə vaxt. Amma verir. qorxu çox pis şeydir uşaqlar. Saat 2-də evə qayıtdıq. Yaxşı o videoda siz qeyd edin ki, Yaxşı, sizdə olsun uşaqlar. ikinci videoda. İkinci videomuzda. Görsən, mən sənə demişdim ki, o qızdan mənim gözüm su içmir onsuz da. Bax, məni qırırdı nəyə o qıza görə? Yadındadır o vaxtda. Yadındadır, bəli. Gördün? Düz deyil. Öyle elə. Neyini ben Murat? Sevirdim de kızı. Alınmadı. Arzu ayrıldı. Şimdi neyini ben belə qalıram. Gör nə üçün desən, hə. Götür telefonu, götür. Yığ onu soy. Kızı soyuyor. Hə, soy. Ne diyeyim ki ona? Soyan kimi Nastriyan alacaq bomba. Yox, kızı soymaq mənlik deyil, Murat. Bu da mama uşağıdır. Sevimli. Yox da evdə belə tərbiyələnməyiblər. Da ayıb deyir. Bax, niyə soymaq? O qıza layiqdir, o söz. Mən soya bilməyəcəm. Allah sən deyək, soydu onu. Mən bildim, bəli. Burada ən yaxşı oyun uşaqlar məndədir. Əlidə normal idi də. Yalan deyir. Ən yaxşı oyun məndə idi. İndi izləyicilərimiz deyəcək onsuz da. Sən yalandan başını şütün üstünə qoyurlar, it belə eləyir. Kula. Maqa, Bu 3-2. görüşə gəl. Zordur. Maqa, evə bax. 4-cü videomuzdur. Allah hər şey var. Altıncıdır. 3 Saray deyil. 6-cı video. Olsun, bak. Bir dənə evin tabanına bak, böyrüyə bak. Maşın qaldı. Şu bağlamış. Yox, yox. Gəl ona bir dənə qədər maşını bağlayaq tez. Tez, yüz. Amma bu tərəf. Deməli uşaqlar, bu videonu da sizə buraxırıq. Siz öz Bütün fikirlərinizi videoları elə siz deyin biz. yəni, biz danışırıq da. Yəni. Alınmır heç. Ağzımıza gələn danışır. Aa, necə sən Əli? Allah nə yapar? Tanış ol, Maqa. Sevgilim. Gülay. O Gülay siz, məni bu əvi bizdən gəlib sayaq, Gülay. Gedirik nə Mağam bu restorana, aktivləşdi. Gülay. İki sözündən biri Gülaydır, Gülayın gözləri. O qədər səni tərifləyir ki bu insan. Biz bəzən bunun əli olduğunu unuturuq. Realda belə deyil. Sən bunu neynəmsənsə, bu adam 365 dərəcə dəyişir. Yəni, sən o belə sıx. Bunu Mag apardı. Məndə söz yoxdur da. Salam deyəcəm. Bu video niyə tutmayıb? Kim deyir bu? Mənim uşağım dostumdur da, Oman. Yəni nə üzünü gec kimi aparır? 6 il əvvəl bir dənə qız sevirdi. Ha. Ayrılıblar ha, hər yerdə çıxamıyor. Allah ayrılıb çıxanmır. Gözləmə izah eləyəcəm. Rahat. Qızların biri gəlir, biri gedir. Qıza görə özü bu vəziyyətə salmayır. Dava özünə gəl. Mujiko, mənim kimi Ay. tutma belə. A kişi. Allah qızın başını salıb umbalnikdə boğub öldürüb. 6 il İyulun 1-i gedirəm uşaqlar.
Məhəmməd iyulun 1-dən artıq olacaq, vətən borcunu yerinə yetirəcək. Gəmginləş artıq gəmgin mahnı. Məhəmməd gedir. İyulun 1-i artıq uşaqlar vidalaşırıq. Təşəkkürlər, sevirəm sizi. Bir də onu da deyək ki, biz şəhərə zada çıxanda, hardasa otururuq, Bəli. video çəkiliş eləyəndə siz yaxınlaşırsınız. Əsasən balaca uşaqlar, Bəli. məktəb uşaqları bizə yaxınlaşırlar, sevgilərini bildirirlər. Həmişə də komment yazırlar, maraqlı kommentlər yazırlar. Dəstək göstərirsiniz. İndi isə axırıncı 300 abunə qalıb. Onlara da çatdıraq. Bəli. 10.000 video özəl təzədən bir dənə video olacaq. Biz istəyirik ki, hal-hazırda daha çox uzun videolar olsun. Onun üçün biz biraz öz işlərimizi qırağa qoyuq. Bu işə biraz ciddi yanaşmalıyıq. Bəli. Və inşallah bu videonun nəticəsindən asılı olmayaraq biz davamlı şəkildə bu videoları qoyacağıq. Şəhərə çıxacağıq, şəhərdə Və də sizlərlə izləyicilərlə görüşəcəyik. video Bəli. çəkəcəyik. İnşallah yaxşı olar. Yaxşı olacaq inşallah. Dediyimiz Buradan da kimi də şey- Məhəmməd iyulun 1-i gedir və iyulun 1-nə qədər biz çoxlu video çəkəcəyik. Hələ çoxlu ssenarilərimiz var. Yəni iyulun 1-nə hələ çox vaxt var da. İndidən həvəssiz olmaq olmaz. Məhəmməd qaydanda da yenə bu kanalda və bizlə əməkdaşlıq deyək, bir partnyorluq deyək davam eləyəcəyik. İnşallah. Yəni ki, bu hələ başlanğıc idi də. Mən qaydandan sonra görəcəm ki, görüm ki, Əli daha yüksəkdədir, daha zirvədədir, daha prestijlidir, perspektivlidir. Əli Ağayev Instagram hesabını siz gedin takib atın. Və Məhəmməd Zamanov ora qeyd edəcəyik. Bizə həmişə deyirlər ki, TikTokda niyə video paylaşmırsınız? Artıq ona da ciddi yanaşacağıq. TikTok bizim üçün çox da belə önəmli bir platforma deyil. Ona görə biz ora fikir vermirik. Amma hal-hazırda başlayacağıq orada videolarımızı eyni şəkildə nətər Instagram və YouTube-a paylaşırıqsa, eyni şəkildə TikToka da paylaşacağıq. 7 dənə videoya baxdıq. Bu 7 videoda siz deyin kim qələbə qazandı. Hələ ki mən hesabladığıma görə Məhəmməd 4-3 qazanırdı. Bəli. Siz də kommentdə bildirin kim qazandı. Videolarda sizi görmək ümidi ilə